Avropa Liqasındakı təmsilçimiz Qarabağ. Adət etdiyimiz kimi Qurban Qurbanov və komandası Avropa macərasına bu dəfə Çempionlar Liqasından deyil, Avroliqadan başladı. İslandiyanın əsas yox, birinci liqasının klubu Vestre ilə qarşılaşma yenilənmiş, Medinasız, Leandro Andradesiz, Camilo Duransız, Toral Bayramovsuz Qarabağın publika qarşısında təqdimatı idi. Nəsimi filmində deyilən Dövlət bəyin ölüsü də gözəldir məsəli Qarabağ dəyişikliklərə, yenilənməyə rəğmən yenə futbolun o gözəlliyini, baxımlı, rəngarəng oyun manerasını qoruyub saxlayıb. Duran yoxdur, artıq əvəzində Zakariya Savo var, Ronaldo Sefas var. Medina gedib yerinə Macaristandan Varkon gəlib. Əlbəttə, ilk oyun olduğundan yeni transferlər haqqında danışmaq tezdir, amma tanışlıq maçında demək olar ki, hamısı xoş təsir bağışladı. Qarabağ hər mövsümə necə başlayırsa, elə də başladı. Gücünə qənaət rejimində. Təlim toplanışı yenicə bitib. Ağır yüklənmə, intensiv oynamaq arzu olunmaz zədə ehtimalını artırır. Qurbanovun komandası böyük güc sərf etmədən 3-0'lık qələbə ilə cavab oyununu formallığa çevirdi. Qarabağın bu mərhələni keçməməsi möcüzə olar. Ağdam klubu üçün ilk ciddi sınaq növbəti mərhələdə böyük ehtimal CSKA Sofia ilə oyunda olacaq. O vaxta qədər yeni gələnlərin komandaya uyğunlaşmasında da müəyyən irəliləyiş olacaq. Elvin Cəfərquliyevi də uzun fasilədən sonra Qarabağın heyətində görmək xoş oldu. Gələcəyi naməlum olaraq qalsa da Cəfərquliyevi itirmək Azərbaycan futbolu üçün böyük itki olar. Onsuz da normal futbolçu tapa bilmirik. Olan qalanını da heç nədən xərcləməyək. Yəqin ki, olub keçənlər həm Elvinə, həm də Qarabağa doğru olan qərarı verməkdə kömək edəcək. Başqa klublara transfer olunsaydı, yəni alınsaydı transferi biz yox deməyəcəkdik. Ümumi belə qayıtdı. Yəni məncə çox da geniş bir məlumat verməyə ehtiyac yoxdur. Ümumi bəzi görüşlər oldu. Biz istəməyik ki, hansısa bir futbolçumuz fərqi yoxdur. İstər Azərbaycanlı olsun, istər qeyri-Azərbaycanlı olsun. Futboldan kənar qalsın, amma hər bir halda qayda qanun var, ona hamımız əməl eləməliyik və lazımi anda, lazım olanda hansısa bir lazım olsa sərt reaksiyalar da verməliyik. Amma ümumən belə biraz bəzi görüşlərimiz oldu və belə də qayıtdı. Biz isə növbəti həftənin cavab oyunlarını gözləyək. Xoş gəldin yeni Avrokubok mövsümü. İlkin Fikrətoğlu, xüsusi olaraq Sport Info TV üçün.